الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه Xoş gördük değerli müminə bacılarım ve mümin kardeşlerim, bugün cümedir ve aynı zamanda Ramazan ayının ilk cüməsi. Herkesi tebrik edirəm. Cümədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Her zaman olduğu kimi ilk öncə Allah'ın halalını heç vaxtı unutmayaq. Allah'ın halalına özümüzə, ailəmizə, gələcək nəslimizə təbliğ edək. Qiyamətə qədər də bu halallığı qoruyaq və Allah'ın qadağan etdiyi, haram etdiyi əmrlər bizim də gələcək nəslimizə, balalarımıza əbədi haram olduğunu anladaq. Allah hər kəsdən razı olsun inşallah. Bugün cümədir, eyni zamanda qeyd etdiyim kimi Ramazan ayının ilk cüməsidir. Çünki mən bəzi qeydləri etməliyəm ki, çünki qarşıdan hələ bir neçə Ramazan cümələri var, qarşıdan Qədir gecələrimiz var. Hər günə məxsus olan söhbətlər, dualar və zikirlər var. Amma Allah bizə bugün lütf edib, nəsib edib ki, biz yenə də sizlərlə bir aradayıq və bizi birləşdirən, qovuşduran Rəbbimizə sonsuz şükürlər olsun. Allah Teala Quran-ı Kərimdə Əl-Bəqərə surəsinin 183-cü ayəsində belə buyurur. Ya eyyuhəl-ləzīnə āmenū kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzīnə min qablikum لَعَلَّكُمْ تَتَّقُونَ. Mən bu ayənin üzərində dayanmaq istəyirəm və Ramazanla bağlı müxtəlif ayələr var. O ayələrin növbəti görüşlərimizdə qeyd edəcəm. Hələ buradan başlayaq. Allah Teala möminlərə, imanlı insanlara, inanclı insanlara buyurur: ey iman gətirənlər, ey möminlər, bizə deyir. Orucluq ayı sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi sizlərə də vacib edildi ki, bunun vasitəsilə لَعَلَّكُمْ تَتَّقُونَ təqva sahibi olasınız. Təqvanın mənası çoxdur, genişdir. Aylarla danışsaq təqva haqqında bitməz. Amma təqvanı qısa olaraq mənasını anladıram ki, təqva nədir? Pis işlərdən çəkinəsiniz. Bitdi. Oruç tutmaqlıqla, ibadət etməklə pis işlərdən çəkinəsiniz deyə Allah Teala bizim üzərimizə məsuliyyət, vəzifə qoyub. Müqəddəs Ramazan ayı ilahi rəhmət və bərəkət ayıdır. Bu ay büsbütün bərəkətdir. Bu ay məhəbbət ayıdır. Bu ay bağışlanma ayıdır. Bu ay ilahi lütfüdür. Biz düşünməyək ki, bu ayda əgər insan Allaha qonaq olursa və o qonaqlıqdan əli boş çıxacaq, buna mən inanmıram. Əli dolu çıxardacaq Allah Teala bizi, sizi. Nə istəsən Allah Teala'dan istəyəcəksən. Allah Teala sənə o lütfü bəxş eləyəcək, o neməti bəxş eləyəcək. Bəzən adam var,
gəlirsən ona deyirsən ki, sən gəlməyinə şərik ol. Alverdə istəyirəm ki, şərik olasan mənlə. Bu da deyir ki, şərik olmağına şərik olaram, 5 manat sən qoy, 5 manat mən qoyum, qorxuram mən ziyanda olam axırda. Öz xeyrimi də istəmirəm. Amma ziyanımdan qorxuram, qoyduğum pulu götürə bilməyəcəm. Orada tərəddüd var. Amma Ramazan ayında Allah Teala buyurur ki, nə qoymusan, maddi və mənəvi, onun 100 qatını götürəcəksən. Bitti də, bu məsələnin də izaha ehtiyacı yoxdur ki. Bunu mən demirəm, bunu Allah buyurur. Bu möhürlənib. Ona görə ilahi rəhmət və Ramazan ayı elə bir aydır ki, Allah Teala öz bəndələrin üzünə sonsuz bağışlanmaq qapılarını açıb. Qapı yox, qapıları açıb. Borc qapısını açıb. Bağışlanma qapısını açıb. Sevgi qapısını açıb. Bütün qapıları sənin üzvü açıb. Nə qədər bağlı qapıları var, hamısını Allah Teala bu ayda açıb. İlahi rəhmət hansısa zaman çərçivəsində məhdudlaşmır. Sadəcə olaraq insanı dünyaya bağlayan tellər Ramazan ayında zəifləyir. Və insanın nəfsi ilə mübarizəsi asanlaşır. İstəyirəm bunu biraz bəsit, xırda fikir cümlələrlə sizə aydınlaşdıram. Nə deməkdir bu? Yəni Allah Teala Ramazanın içində elə bir bərəkət qoyub ki, sənin dünyaya olan bağlılığın, tellərin zəifləyir. Gün ərzində günorta verilməsəydi, qarşıva süfrə açılmasaydı, aləmi dağıdardım. Adam var, deyir ki, mən günortanı gərək saat 2-də yiyəm. 10 dəqiqə işləmiş 3-ə olsa, küsür bəzən. Ailələrdə olub, bəzən deyir ki, yox, xörəyim zamanında qabağım küstü. 2 gün xanımı ilə danışmır. Nə olub? 10 dəqiqə gedişmirsən də. İndi Ramazanda görələ bu bağlılıq yada düşür elə. Ancaq fikirləşirsən ki, axşam Allah nə verəcək, süfrədə nə olacaq, onu mən qidalanacam. Artıq sən o tellərinlə, o dünya hisslərinlə də oynaya bilmirsən. Bitdi də bu məsələ. Sən ilahi rəngə boyanırsan. İlahi rəngi hər adam boyana bilməz. Boş yerə deyil, mən keçən səfər xütbələrdə, Şabaniyyə xütbəsində qeyd elədim ki, sənin nəfəsin təsbihdir, yatmağın ibadətdir, duan qəbuldur. Bir dənə dua elə, gör Allah necə o duanı səndən qəbul edir. Bir də nəfsinlə mübarizə asanlaşır. Artıq nəfsivi sən kontrolda saxlaya bilirsən. Bilirsiniz niyə biz bəlaya düşürük? Heç bunun fərqində varmısınızmı? Niyə biz bəlaya düşürük? Niyə problemlərlə yaşayırıq? Çünki 11 ay şəxsiyyətimiz nəfsimizə satılır. Amma bir ayda isə sən nəfsivi almısan mühasirəyə, əsarətə və nəfsivi cilovlayandan sonra deyirsən ki, 11 ay sən mənim şəxsiyyətimlə oynadın. İndi sən bir ay həbsdəsən. Heç bir qüvvə, güc artıq sənin şəxsiyyətinə təsir edə bilməz. O negativlik sənə gələ bilməz. Nəfsin ki, sənin ayağının altında oldu, heç vaxtı sən günah eləmərsən. Bizdə deyirlər, belə bir adət var, deyir, oruç tutan adamın tək mədəsi, qarnı acı olmamalıdır. Bəs digər əzalar necə olmalıdır? Gözdə, qulaqda, ağızda oruc olmalıdır. Gözün, qulağın, ağızın oruc olması nədir? Mədəvi qidadan saxladığın kimi ağızın da söyüşdən, Ramazanda, yalandan, qeybətdən dayanmalıdır. Qulağın eşitməməlidir qeybət. Gözün harama baxmamalıdır. Bu bir ay sənin üçün bir imtihandır ki, 11 ayda da onu etməyəsən.
Ona göre bu ayı Allah Teala ziyafet ayı adlandırır. Ziyafet qonaqlıq deməkdir. Bunu herkes bilir. Biz bir ay Allah'ın qonağıyıq. Oruç tutan bəndəsini Allah Teala hər nəfsinə savab yazır. Nəfəsinə, ruhuna, bədəninə savab yazır. Hara baxırsan Allah'ın varlığını görürsən, Allah buyurur ki, indi düz baxırsan. Bəzən bizim baxışlarımız doğru deyil ha. Baxmağımız doğru deyil. Bəzən eşitməklərimiz yanlışdır. Hər gördüyün haqq deyil. Bəzən gözünün, hədislərdə var, deyir, günah eləyəndə gözünün rəngi dəyişir. İnsan günah eləsin, bax bir həftə siz günah eləmin, gedin aynaya baxın. Bu cümədən gələn cümləyə bir dənə aynaya baxın. Görün rəngiz necə düzəlib. Görün necə qədər nurlaşmısınız. Niyə insan həm zahirdə, həm batində ilahi rənginlə boyanır. Və Allah Teala buyurur ki, kim ki bu ayda mənim ziyafətimdə iştirak eləyəcək, əs-savmu li və ənə udzabi, orucluq mənim ayımdır. Bu ayda mənə qonaq gələn, mənim ziyafətimdə iştirak eləyənin mükafatını mən özüm verəcəm. Sizcə Allahın mükafatı nə ola bilər? Nə ola bilər Allah? Allah'ın mükafatı. Mən iki şey bilirəm. İndi başqa şey mənim o qüdrətim yoxdur, mən təhlil eləyə biləm. Çünki Allah'tan başqa kimsə bilməz. Amma mənim qənaətim bilirsin nədir? Mənim qənaətim budur ki, Allah öz ziyafətində iki dənə şey bizə bəxş eləyəcək. Fitr bayramında. O nədir? Onun biri bizim günahlarımızı bağışlayacaq. Bitdi də sən körpə uşaqkən necə dünyaya gəlirsən, heç bir günahın yoxdur, məsumsan. Birinci budur ki, Allah buyurur ki, izzətimə and olsun, sən mənim ayıma hörmət elədin, mən səni bağışladım. Mən bayaqları gəldim, burada maşını saxladım. İllərlə də mən bəlkə də bu adamı çoxdan görmürdüm. Məni gördü və mənimlə biraz da söhbət elədi. Bir dənə də sigaret yandırdı. Mən elə sigaretin bəlkə tüstüsünü belə görməmişdim. Bu qədər belə qatı bir tüstü olsun. Və mən özüm biraz çəkdim kənara. Dedim, niyə çəkilirsən? Dedim, bizi çəkib eləyərlər kənardan. O dedi, bu da çəkəcəkdir. Çəkərlər. Sonra deyərlər ki, Hacı Surxanın yanında filan ki, sigaret çəkir. Onu da qoyarlar mənim boynuma. Deyərlər ki, Hacı Surxan fətva verib çəkir. Dedi ki, nə olsun ki? Nə olsun ki? Dedim ki, orucluqdur da. Dedi, nə olsun ki? Baxdım, gördüm, dedim, mənim vaxtım yoxdur, mən tələsirəm xütbiyə. Baxdım, gördüm, buna təsir eləmir bu söz. Yəni, sən Allahın ayında, indi ola bilər, sual verə bilərsiniz ki, bir adam xəstədir, çəkə bilməz, çəkə bilər. Çörək yeyə bilməz, yiyər. Mən bunun əleyhinə deyiləm, ha. Bizim o qədər nənələr var, xəstədir, Allah şəfa versin, cavanlar var, xəstədir. Cavan, qoca fərqi yoxdur, sağlamlıqdan söhbət gedir, icazəlidir. Amma elə sən o çörəyi yeməlisən, elə sən o sigareti çəkməlisən ki, kənar adam görməməlidir. Ailədə də belədir. Sən uşaqlarının yanında çörək yesən, bir uşaq həddi buluğa çatmıb, ağlı dərk eləmir. Deyir ki, ata, ya baba, sən saqqalva yaraşar oruç tutmursan, heç olmasa çörək yeyirsən, amma uşağı anlada bilmirsən ki, mən xəstəyəm. Allah deyir, xəstəyə icazə var, yeyə bilər, çəkə bilər sigaret. Amma fərdi şəkildə tək, ictimailəşdirmək olmaz. Mən gəlirəm, şəhərdə görürəm, elə bil bu il mən düşünürdüm ki, pandemiyadan sonra insanların 90%-i ibadətə gələcək. Mən elə düşünürdüm. Deməmiş elə qorxu olanda insan deyir ki, ay Allah, nəzir boyun Allah'ma oruç tutum. Ay Allah, indi Allah sənə sağlamlıq verib, açıq səma, gözəllik, rahat. Niyə? Nə bəhanələrin var sənin? Oruç tutan adam təbii birinci gün başı ağrıyacaq. Kimin baş ağrımayıb, ağrıyıb? Oruç tutan adam immunitet sistemi düşəcək. Susuz qalacaq, ac qalacaq. Bu o demək deyil ki, bu anlamda deyil ki, sən onu yeməlisən. Xeyr. Sənin ayıva mən bu sigareti çəkməklə sənin ayıva ilə hörmət eləmirəm. Sən Allahla müharibəyə çıxırsan,
Sən nə demək istəyirsən bununla? Biraz dayan, biraz düşün, nəfsivə bax, özüvə bax. Görsən kimsən? Bizdə bir nəfs sözü var da, mən bu nə fikrimi tamamlayıram. Nəfs deyəndə bizim ağlımıza nə gəlir? Nəfs deyəndə ağlımıza mədə gəlir, qarın gəlir və məsələn, çox yeyən adam, məsələn, bir adam çox yeyir, deyir ki, ay Allah, gör nə qədər çox yedim, nəfsimi saxlaya bilmədim. Çox yeyən adam üçün belə deyirlər, nəfsimi saxlaya bilmədim. Amma biz nəfsin heç mənasını başa düşmürük. Nə deməkdir nəfs? Nəfs nə deməkdir? Nəfs sözü öz sözüdür, öz. Öz mənası, nəfsin mənası ərəbcə öz. Yəni, insan özünə qayıtmalıdır. Yeməyi məhdudlaşdırmalısan ki, özüvə qayıdasan. Çox yeyən adamın, yadda saxlayın, çox yeyən adamın IQ səviyyəsi az olur. Ona görə elmi qərib yerdə oxuyun ki, çünki qəriblikdə tələbələr yemək o qədər olmur da, indi bu belə bir çətin, harada olursan, lap Avropada da ol, tələbə o mütləq o bizim kimi yeyə bilmir, çünki tələbədir. O ayaq üstə nəyisə yeyir, çünki elmi, onun beyni, ac adamda beyin işləyir. Ac adamda düşünmə qabiliyyəti çox olur. Çox yedin, yuxu tutacaq səni. Yuxu tutur, yatdın orada qutardı, sənin malıva girib uğrayacaqlar. Bəli. Nəfs budur ki, Quran-ı Kərimin bir dənə ayəsi var. Quran-ı Kərim buyurur, Əleykum ənfusakum. Bu söz bəsdir də bizə. Özüvə gəl. Belə bir söz var. Görsən bir adam əsəblənib, deyir ki, özüvə gəl, özüvə gəl. Bəzən də bir dənə şillə vururlar ona, özünə gəlsin. Özüvə gəl, sən neynirsən? Sən bilirsən, burada ağzıva gələni danışırsan. Əleykum ənfusakum. Quran buyurur, özünə gəlin. Bilin siz kimsiz. Ona görə insanın ən böyük təhlükəli rəqibi bilirsiniz kimdir? Deməli, çıxmısan döşəyə, vuruşmaq istəyirsən, idmançılar var burada. Və baxırsan, görürsən ki, çəkimiz eynidir, amma onun bədəni məndən hündürdür filan. İnsan başlayır ondan qorxmağa. İndi udursan, təbii ki, ikisi də qalib gələ bilməz, ikisi də məğlub ola bilməz. Orada ya qalib olmasan, ya məğlub. Amma Allah Rəsulü buyurur ki, o rəqib deyil. Uda da bilərsən, udza da bilərsən, növbəti onu udacaqsan. İnsanın ən təhlükəli rəqibi insanın özüdür. İnsanın özü-özünə vurduğu zərbəni heç kim vura bilməz. Heç kim vura bilməz. Öz nəfsi istəklərimizə dur deməliyik. Adam var, görürsən, gəlir sənin, girir ailəvin içinə, ya sənin iş yeri və 2 metrədə bir dənə təsbih götürüb, saqqal da saxlayıb, Sübhanım, mən çox allanmışam belə. Mənim yanıma bir nəfər gəlmişdi, tanıyır burada qardaş. Pulumun olmayan vaxtı, qoy deyim elə biraz da qəlbiz açılsın, pulumun olmayan vaxtı və namaza gəlir, mömin ki falan, bir dəfə gəldi, dedi, hacı, bilirsən nə görmüşəm yuxuda, dedi, İmam Zamanı görmüşəm, mən də başladım halımda, necə? Dedi, ged İmam Zamanı, Hac Surxaya deyinən, İmam Zaman deyir, Hac Surxaya 1000 manat mənə pul versin. Dedim, vallahi İmam Zaman bilmir, məndə pul yoxdur. Dedi, yox, mən məcbur oldum, dostuma zəng elədim, dedim, vallahi İmam Zaman, mən necə başa salım? Deməmiş, məni alladırmış bu adam. Mənim qəlbimi əl almaqdır, zəif nöqtəmi tapıb, ondan sonra o pul alanıza gördüm, bu başqa yerdədir. Dedim, bəs İmam Zaman deyib ki, bu haram yerə gələsən. Dedi, yox falan. Dedim, sənin zahiri namazın mənə Allahdır. O borcu qaytarmaq üçün, o dost da baxdı, gördü, mən əziyyət çəkdim. Dedi, hacı, onu halal eləyirəm sənə. Mən özümə sonra dedim, niyə mən belə elədim? İnsanın özü-özünə vurduğu zərbəni heç kim vura bilməz. Quranın ayəsi ilə başlamışdım və Quranın bir ayəsi ilə də fikrimi tamamlayıram. Quran-ı Kərim buyurur ki, قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا وَقَدْ خَابَ مَنْ دَسَّاهَا. Özünü günahlardan təmizləyən insanlar mütləq nicat tapacaq, özünü günahlara salan insanlar bəlaya düşəcək. Bu ayə sizin üçün hədiyyə olsun. Özünü günahlara salan insanlar əbədi bədbəxtdir. Özünü günahların çirkablığından qutarıb nicat tapan insanlar səadət əhlidir,
xoşbəxt əhlidir. Allah bizi həqiqi xoşbəxtlərdən, səadət əhlilərindən qərar versin. Allah Teala bizi bir anda öz başına buraxmasın. Allah Ramazanımızı mübarək eləsin. Allah Teala Qur'an və Əhl-i Beyt xatirinə şəhidlərimizin ruhlarını şad eləsin. Yaralılarımıza, xəstələrimizə, xəstəxanada olanlara, yorğan döşək möhtac olanların ilahi bu Ramazan ayına xatir acil şəfaların səndən təmənna edirik. Allah dünyamızı, ölkəmizi bəlalardan, fitnələrdən, yeraltı, yerüstü təbii fəlakətlərdən qorusun. Allah Teala dünyamızı islah eləsin. Muharibələrdən, fəlakətdən Allah Teala bizləri qorusun. Allah Teala bizi alçaq, nakəs, vətənsiz insanların qarşısında əyməsin. Allah Teala bu Ramazanın bərəkətindən həm maddi, həm mənəvi bizim ruhumuzu qidalandırsın. Bizim hacı qardaşımızın da əzizi dünyasını dəyişib və təbii ki, mən baş sağlığı verdim hacıya. Bir daha bu əziz gündə qardaşımızın, əzizinin ruhunun şad olmasını və Peyğəmbər ailəsinə qonşu olmasını Allah'tan təmənna edirik. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahu-s-samad. Ləm yəlid və ləm yulad və ləm yekullahu kufuvan ahad. Peyğəmbər cəmalına, öz ölənlərimizin ruhlarına, Cümə məscidinə zəhmət çəkib gələn bacı qardaşlarımızın salamatçılığından ötəri salavat zikr eləyək.